Salam herkese millət. Saat 8'dir və saat 8'də Saray Postunun yanında marketdə görüşməliydik. Mirzə yanımızdadır, düzdür, dünən hələ ayılmayıb. Hikmət usta da burada olmalıydı. Saat 8'də burada görüşüb üzü qara tərəf yola çıxmalıydıq. İndi Hikməti gözləyirik. Hikmət yatıb. Bəhanəsi də odur ki, deyir mənə heç kim yığıb oyatmayıb. Valla biz də heç kim yığıb oyatmayıb, amma söz verdiyimiz kimi 8'də buradayıq. Hikmət usta səni buradan qınayırıq. Belə, gəlsin gedək. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən, ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-a daxil olmaq kifayət eləyir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti tapır. Hardasan? 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 Nə var nə yox? Baş yerdə. Sağ ol, ay usta. Siz dükana dəyəsiz. Dəyin də dəyin mən çəkirəm. Manzaraya bax sən. Gözlə. Yadımdadır, o vaxtı Quvaya gedirdik balaca maşınlarla 908-505. Bax yenə eşidədilər. Maşınlar gördüyünüz kimi Hepdədirlər. hop buradadılar. Fərqli bədən. Ölçülər dəyişib. Heç də. Salam hər kəsə millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bu günləri Abartla, zimni təkərlərimizlə gedirik üzü qara tərəf. Gözlə. Hal-hazırda yağışdı. Maksimum dərəcədə çalışıram tez bazar çəkim. Abartdı. Ustanın Land Rover'idir. Gördüyünüz kimi qaldırıb altın zadını da belə göstərim. Texniki tam hazır vəziyyətdə. Bizim də maşınımız Zavodskoy stok. Bir dənə qar təkərimiz var. Başqa da bir şeyimiz yoxdur. Hikmət bizə çox kömək olmalıdır bu yolda. Çünki yəni iri maşın mütləqdir. Birdən hardasa ilişərik, sürüşərik, harasa falan filan bizi çıxarda bilsin, kömək eləyə bilsin. Həm də ki, paralelni də kamera kar kimi də bizə köməkli eləyəcək. Görüntü məncə möhtəşəm. Bazarlığımızı eləyək, çıxaq yola. Bilmirəm, indi qar görəcəyik yoxsa yox, amma qar məqsədi ilə çıxmışıq yola, belə desəm. Deməli, uşaqlar, Mirzə yanımızdadır, prosto Mirzə salmır, Mirzə belə daha xoşbəxt hiss edir özünün. Gedək usta, tərpən. Hikməti də bir, nə qədər gözlədik? 45 dəqiqə gözlədik Hikməti, heç nə. İnşallah problemsiz gedək, gələk. Hikmətin düzdür, çox vecinə deyil, yolda sürüşüb kimsə nəsə. Mənim vecimədir, amma onu qeyd edeyim. Xırda-xırda geyirik, ya Allah. Hələ ki normalni yağış yağır, temperaturu 3 dərəcə göstərir. Hikmətin də təkərindən gələn sular maşallah bizi çimizdirir əməlli başlı. Gedək də gedək, yəqin minus görəndə qar da görərik. Gəldik, boyunlu itlərə bax. Qorxulu. Onlar keçək. Canə. Axsaq. Maz, gərək qabağımdan keçəsən də sən. Şöy.
Hikmət, Qız öz sözünü deyir. siz biraz bərk danışın, mikrofon burdadır. Mən də mikrofonum var. Qəşəng mikrofon. Hardayıq usta? Qızın zapravkasındayıq. Yəni işıqlı oldu, qoy biraz bağlayım. Aha. İncə girmişik. Ha, incə girmişik. Elə bir ki bayaq deyirəm ki, qızı elə bir yeganə yerdir ki, plakatın keçən kimi qar var. Zarafatsız. Zarafat. Yol hələ biraz belə də qaralıq qalıb. Buralar ağdır. Uşaqlar təkərin havasını yoxlayır. Biz də elə ki gəlmişik. Qış təkəri necədir, nətərdir hələ heç nə deyə bilmərəm. Çünki indicə çatmışıq. Hələ qarlı yerlər qabaqdadır. Görüntümüz belə. Belə maraqlı. Görək bu gün maraqlı olmalıdır. İndi Hikmət qədər gedə bilməsək də hər yerə, gedə bildiyimiz qədər gedəcəyik. Biraz da arxadan görüntü götürüm. Deməli uşaqlar, gedirik yavaş-yavaş. Bugünə kimi neçə ildir qar videosu çəkirəm, qış videosu çəkirəm, mandarinlə gəzirdik, dolanırdıq. Həmişə yay təkəri ilə gəzirdik, hətta Razval disklə gəlirdik. Bu dəfə artıq qış təkərdə bir öncəki videoda yadımıza aldıq, vurduq. Həm qış təkərini test eləyəcəyik, hər hansı bir brend deyil, Çin təkəridir. İli təzə, 2025 təzə aldıq, qoyduq. İndi Xızıdayıq, bu evlərdən məncə artıq tanıyırsınız buranı. Gedirik üzü yuxarı, usta maraqlı lokasiyalar bilir, bizim maşınımızın gedə bildiyi qədər. Görək də bu videoda hara kimi gedə biləcəyik. Onu da manualda yaxşıdır. Hələ ki antisanosuz adı da bağlamamışam, görüm. Lazım olsa, ehtiyac olarsa istifadə eləyəcəyik. Hələ ki qalxır, belə yüngül. Normal mı? Çox yüngül. Ha, normal mı? Qazı yanda biraz oynayır, o da peredni viduşudur, normaldır. Gelirik də görək. Uşaqlar, heç vaxt qarda sürməyənlər üçün bunu deyirəm ki, ani hərəkətlər eləməyin. Resk rulu vurmayın, reski tormuz verməyin. Çalışın, vapşı tormuz verməyə bilirsinizsə tormuzu verməyin. Skorusundan öldürün maşını. Belə, yəni qar, buz, ani hərəkəti sevmir. Bax, svetofora düşdük. Tormuzla da normal yandıq. Dəhşət belə qar yoxdur, amma normaldır. Ha. Qaldı ki, buz tərəfinə, indi axşam düşdü, buz olacaq. Hə, buzda artıq sizə məncə zəncir və yaxud da ki, o şipli təkərlikləri, dəmirli təkər ondan lazımdır. Amma bu da işimizi görür. Yəni, maraqlı. Qəşəng yağır. Skaskadır, qaqa. Getdi. Tərpənəndə də elə qazlayıb getmir. Öz xodu ilə asta-asta davam. Hikmət yəqin düz, hə, Hikmət oradadır. Qızıl qazmaya doğru gedirik. Zəfər müəllim bizim təkərin havalarını salır. 2.5 eləmişdik havanı. İndi 2-yə salaq Zəfər. 1.8 eləmə, hə. 2-yə salaq. Belə bir formada proses gedir. İndi havasını salaq, sonra gedək görək başımıza nə gəlir. Düzdür, daçiklər yanacaq, təkərin daçikləri. Amma variant yoxdur. Sonra Bakıya tərəf yola düşəndə yəqin ki, Hikmətdə olan kompresorla, doktor da getdi, kompresorla eləyərik, təzədən havaları normala qaytararıq. Belə, atmosfer çox bomba, çox qəşəng. 2026-nın ilk qarı abartla başladı. Ən çox eləmək istədiyim şey. Normal. Belə də oynayırıq özümüzlə.
Mirzəyə sapoq alıb gəldilər. Xoşbəxtsən? Qəşəng qlamurlu sapoq. Hikmət, qabaq sağdan başqa hamısı. Neçə salmısınız ki? 1-1. İlk tibbi yardım Hikmətdən gəlir. Balonumuz hava yığır. Artisti, Mustafa, ilişirlər sənə. Mən yaxşılıq eləmək istəyən kimi var belə olur. Görsənmi? Sistemə bax. Sistemə baxsan Allah. Mən maşındayam, baxıram vəziyyətə. Yox, monitorda baxıram, görüm neçədir hava. Hə, 24. 29 olmalıdır, 29-30. 25. 29. Qabaq sol qalxmadı, bayaqdan gözləyirəm. Hamısını bundan qoymuşam. Hə, okey, hamısını eyni eləyirsən də. Onda indi qalxar. Avtobus gözləyirlər, avtobus gözləyirlər. Ay, sağ ol. Baxın. 29, 28. Həri. Eyni elədin də öz bildiyin kimi. Sonra onda gedək. Hər nəticə eynidir. Yaxşıdır, 28-29-dur. Cavanlar, düşürük yavaş-yavaş. Təkərin havasını gördüyünüz kimi azaltdıq. Hal-hazırda 30 PSI ilə təxmini avtomobili idarə eləyirik. 30 PSI-da barla hardasa 1.92 civarındadır. Hikmətlə zazorla sürürəm ki, Allah eləməsin, nəsə bir şey olsa toqquşmayaq. Düşürük yavaş-yavaş. Əsas məsələ buz tam düşməyənə kimi bu səyahəti Bakıda tamamlamaqdır. Görək. Hələ ki yol açıqdır yəni belə. Prinsip cəhətdən. Tormozumuz da var. Yaxşıdır. Uşaqlar, artıq o eski halimdən əsər yox. Gördüyünüz kimi ağappaq gedirik. Düzdür, belə də ançanosu söndürmüşəm, 2-yə atmışam, gedirəm. Məndən başqa heç bir balaca maşın yoxdur yolda. Bunlar nüansda, amma bu Bronco niyə belə elədi? Eləməsəydi daha rahat gedərdi. Bura gedərdi bizim kart təkərimiz. Kötü oldu moruk. Все, biz yandık. Ha. Avaratda yandı. Qalxma. Qalxmadı da doktor. Nə eləyim sənin? Deyən görək burada bir yerdə əyləyə bilərik. O tappa-tapı bilmir hə. Amma usta, yəni biz bu qədər podiuma hesablanmamışıq əzizim. Mən elə buralarda oynaya bilərəm polunu. Yox usta, yaxşı deyək, gəl bir dənə şey eləyək. Bundan oyuna gedənə oxşamır, yavını dirənir. Podium çox dik deyə burada usta. Mailli deyil. Ya brat, mən getdim, onun düşməyi var da sonra. Niyə şey eləyək? Tamam.
Deməli uşaqlar, məsələ nə imiş? Məsələ oymuş ki, qar təkəri də olsa, yenə də bir zip deyil. Yəni 4 təkər deyil, zimli təkər olsa da fərq elədi eləməyinə okey, amma yəni daha belə dəhşət bir fərqi yoxdur deyərdim. Palyak olsaydım indi daha yaxşı sürürdüm də. Arka olsaydı Arxa maraqlıdır da bəs. Mənim qarım bura qədər heç bumper zad almaq fikrim yoxdur da, yəni bu maşına. Ona görə də burada maşını ilişir. Sola soldu da elə. Ha. Biraz da sağa elə. Bir əlini qabağa yüngül verməyə çalış. Ha. Elə çıxanda yüngül oynatsan rahatlasın. İndi əlimi sola vur, yavaş-yavaş gəl. Hələ biraz dağa git. Ama yerini değiştir. Rahata ver, rahat yerine ver, kabağa da biraz. Sağ, tut. Güzel. Deməli uşaqlar, indi sizə göstərəcəm ki, maşını harda gizlətdik. Hikmətin tankı buradadır və biz heç bir maşın gəlib bizə dəyməsin deyə Hər kəsə salam. FC gəlir üstümüzə. Ben de talihe yığacağım. Salam aleykum. Ali necəsən? Nə var, nə yox? Salamatçı. Salam olsun. Müəllim necəsən? Şükür salamatçı. Deməli uşaqlar, bax maşınımızı da burada safe zonda gizlətmişik. İdeal. Gedək biraz gəzək, dolanaq, qaydanda da bunu buradan yəqin ki götürəcəyik. Tankla yola davam. Bir dənə bax, perifoda bax bir dənə. Əlini ver. Allah. Her şeyin bir şeyi var. Hikmət, bu nəri çaxdı Hikmət? Razlatqanı ayrı. Kilidini oradan qoy. Qəşəng kilid. Uşaqlar, maşını qoyduq seyfə, tankla yola davam. Mirzə, uşaqlar zad hamı yığılıb. Gedirik. Yəni belə bayaq da dediyim kimi uşaqlar, yəni abart bir yerə kimi gəldi. Yəni çox abartmadıq. Çünki bu podium elə ciplər üçündür də. Yəni biz gəldik ki, qarda biraz materialımız olsun. Qəşəng FC basır. Usta deyəndə sən Allah biz niyə düz bu nə farsajın perihoduydu usta. Bu nə yollardı? Pis yola düşdü usta. Vay nəsə eləyir orada, knopkalar basır. Vay. Ədi deyəndə pis şeylər yada salma. Vay. Cavanlığın harda qaldı Mazahir. Vay. Məşqələ. Vay. Zone 2001. Gedirik. Vay. Qəşəng. Ay. At oynaman al bax hadi. Sözlərimiz də var. Özlü sözlerimiz var. Bu Yaşa. yolun Pavarotta cevap dönür. Deyir keç deyir, nəsə deyir. Keç deyir, nə deyir? Aha, bir dənə 2, bir dənə 3. Səsi maraqlı 8 və 8. 8'lindir. Vay. Yüngül ekstrem. Devam edin. Yeni yollar kəşf edirsən usta. Qəşəng, arada neytral qazlar. Nə oldu? Partlayırıq usta. Bu ne lan? Ha, 10 saniyemiz kaldı. Ayıb yox. Qırmızı kabel, qırmızı. Kırmızı kan. Süratimizi gördü de. Arada 117 olur.
Temu'dan aldığım sürət göstərən. Yəni uşaqlar 8 silindirlə bax qalxırıq da, belə qalxırıq. Yəni abartdan çox bir şey gözləmir. Ola, nə edirsən? Fasonlar verirsən ha usta. Bir dənə sportda basaq. Qəşəng spı. Deməli millət, əyləncəmiz davam eləyir. Həm çəkib, həm sürüşməliyəm. Getdik. İşləyir hələ ki. Bu da Range Rover'in günlüyüdür. Geçen il daha yaxşı. Ola. Geçen il daha rahat idi. Bu dəfə biraz çətin olur. Gedirik. Qarda dolur ağzım. Geçey usta. Sürüştür bizi usta. Burada kırılan koluk ya. Ben pes ediyorum. Allah sür. Allah sür. Buraya kadar. Geriye kalan hikayeler oldu. Bu bizim günlüğümüz. Yani maşında samakata yer olmadığı için belə bir çözüm tapdı Hikmət. Üstü başımız qardı amma bombadır. Saççiliyə bax bir dənə. Bir dənə asmırı. Özdə biraz çox asmırı. Çoxdur burada qar. Belə yoldaşlar. Əylənirik. Tank gəlir, bax tank gəlir. Voy. Krokodil gəlir, bax. Yerin rahatlığı ona görə səsin gəlmir. Yo, yaxşıdır, materialımı yığdım. Özün bıraxdın. Ha, materialımı yığdım mən. Gəlin. Sürüşün. Gəlin sürüşün. Bizə gəl. Estafeti verirəm. Kim sürür? Kim sürüşür? Zəfər gəl, sən. Ürəkli qardaş oxşursan. Prosesdəyik. Baxın uşaqlar, çox sadə. Hər şey insan gücü ilə. Zəfər, məsləhət verim. Bunu şeylə, gözlə, qar yığma bura. Bunu tut, hə. Biraz dala sürüş. Ay sağ ol. Ayaqlarımı sal içəri. Gözlə. Ay, bax, budur. Texnika budur, bax. Bax, belə sürüş. Getdi. Maşın gəlir arxadan, amma okeydir. Sağ-sala. Yox, hələ yox da. Zəfər, hələ alınmadı. Fail. Nivanı buraxaq. Qaqaş, Nivat da deyirəm sənə də, Allah haqqı. Alırsan, 20 minə yox, Peskraska yox. Alırsan 2011-12 Niva. Dəyəndə də o qədər sənə maddi ziyana salmır. Zəfər eyni, stabil eyni. Qoluvu ver aparsın. Qoluvu ver, daçsın sənə aparsın bədəninlə. Ay sala. Çünki fırlandın, görürsən ki, alınmır. Davay, görək. Ya. Ay qatarmaz ilan kimi sürün. Qardaşın necə professional. Zor. Gördün, oturdu getdi. Allah bir dəfə. Tərtəmiz. Tut, öyle. Ay. Sən blaşrovkamos lazımdır. Səndə bir tərəfli gedir. İzah edirəm, bax. İzahlı 2 manatdır. Bax. Şunurunu biraz bol edirsən. Gəldin bura. Yumurladın. Yəni tam yaxşı. Hələ bayaq mən tək əllə sürüş. Sür usta. Yavaş sür. İzahlı. Bax. Evet, yarışmacımız Yaşar yürüyor. Yaşar hazırlanıyor. Sür dönəsən. Yəni məndə də ola bilər. Mükemmel bir atış.
Geç düşdü, amma yəni planlı şəkildə bunu biz öyrənə bilərik. Bəli. Görürsünüz, belə müəllim olmur yəni. Yox. Belə, bax görürsünüz, cavanlara örnek olmalıyıq. Cavanlara öyrətməliyik ki, nə tər qarda sürüşmək lazım. Əlaqə nömrəsi qoyacam təlim üçün. Yazıla bilərsiniz. Sanki təlimləri. Nə zor da qar. 3 dəqiqə bayaq Saray postunda yağışda video çəkdim, lehmə olmuşdum. Qar yaxşıdır. Köhnə sürüşənlərdir bax. Köhnə sürüşənlərdəndir bax. Qar çürüyür uşaq. Dəyə kimi qar oldu. Yəni qar realdır. Sürüşür ha. Mən 2 ildir qarda sürüşmürəm. Dedim bugün olar. Ona görə də bugün gəldik sürüşməyə. Aha. Ah sarılar, vah sarışınlar, hə usta? Demir, hə demir. Hə, yaxşı. Elə ondan, ay sağ ol. Nə oldu indi bu? Oldu duman ışıqları. Qəşəng tumanlı. Qəşəng usta. Dünyanı işıqlandırır. Qəşəng usta. Osan qaqaş. Səndən qorxuram biraz. Amma sən çox eləməyim mən sənə, qorxuram. Yox, eləmə. Yekəsən, Emaz. Balaca olsun yenə nəsə yekəsən. Yarısan. Başım belə cavan. Ədir. Nə istəsən məndən? Qorxuram, eləmə. Ay oturdu canə. Yetişiyor işiyor o. Əlasan. Yaxşı, get. Qorxuram səndən. Gəldik belə bir restoranta. Gedirik baba, bizim Mirzə Öjə qurulub. Masa başındadır. Çox yaxşıdır da yəni. Gəlib gəzmək, görmək lazımdır. Düzdür, indi Bakıya yağmır da. Buralarda yağanda gəlib bir fırlanmaq lazımdır. Odun peçimiz yanır. Hamı buradadır. Banda yığılıb. O da gəlir bax. İzdalıca gəlir. Üstüne oturaq bir yeyəcək. Tamam. I just crashed up the Honda and head out. Left the scene on the beat for my mental. All these Benjis, I'm focused on dead guys. I'm a king in this bitch, Sacramento. All my ops, I'm gon' turn them to dead guys. Drippin' red in the feet, get in motion. New stilettos on your feet, Range Rover. Take care of yourself, bend it over. Make it clap in this bitch, bands on it. Look, wait, let's keep it classy. Let's keep it classy. Let's keep it classy. Hikmət usta qısa qolla yola davam edir. İçəridəki atmosferi özünüz görürsünüz. Peçkamız da yavaş, usta yavaş. Belə uşaqlar, gəzdik, dolandıq. İndi düşürük bizim balacanın yanına. Gedək görək, abartı oğurlamayıblarsa orada olmalıdır. Onu Sivri bak. bax, mən buradan nətər düşüm abartmam. Bir tər qalxdım nəysə. Hara düşürsən denə. Valla kamerada çox bilmirəm, bilinir yoxsa yox, amma əməlli üzü aşağıda yəni. Gedirik. Gedək abartı götürək. Gələ Yol bax. ortasına qalan nədir? Tucson? Yox, CR-5 idi, nədir? Kötü. Yox, şeydir o. Toyota'dır. H7 nədirsə. Nə bilim o. Bura qalxmaz elə. Oy. Əllə qaldırıb. Yox, qalx deyə düşmək var. Uzaqda qaldırıb. Yoxsa qabaq çəkən də öyle o. Qabaq çək. Aşağıda da 3 dənə Niva prosto dayanıb gözləyir. Niva gözləyir ki, onlar maşın qıra çəksin, onları aparıb gəlsinlər. Heç nə, düşək abarta, bizim qaqaş yerimiz, yurdumuz. Mən o maşını yuxarı Qədərimiz qaldırsam, bilir. Nivalar mənə söylərlər. Hikmət. Zimni təkər. Və budur, zimni Usta, təkər sən- yenə öz. Zimnidir, Effektin olmağına vermədi. zimnidir, amma da yox da Effektin haqqına da, vermədi. qaqaş, haqqına da. Salam eləşək. Salam Buradan eləşək. getsəz də qabaqda yenə dişlər var. Hə, saxlasın burada apar. Gəl. Allah köməyi olsun. Qabaq çəkəndir. Ha, çətindir. Özdə ağır maşındır, getməyəcək. Sən məndən yaxşı bilirsən. Bir yerə qədər kömək eləyə bilərəm, amma hara qədər? Rəviz istəyir qoşu. Hikmət xoşlayır da, belə cümlələri xoşlayır. İstəyirsiniz qaqaş, eləyək, problem yoxdur. Salam əleykum. Buradan o yana getmisiniz, bilirsiniz vəziyyəti. Sən buranı qaldırım, daş özünüz gedərsin. Action, usta action axtarır
baba. Bayaqdan deyir ki, getmək istəmirəm zat və action tapdı. Tapdı da, getməmək üçün bəhanə tapdı. Extremesən də usta. A few moments later. Heç nə, RAV4-ün qoşqu yeri olmadığı üçün yolumuza davam edirik. Buraları xırda-xırda düşürük. Belə maraqlı. Yanlısan da. Benzindən mi qorxadın? Zafer. Aha. Qarşıda bir Volvo batıb. İndi Hikmət usta yardım ayağı ilə o Volvonu vəziyyətdən çıxardacaq. Kamera. Spet sistem düşdü. Dank dank dank. Telefonu çözdü. Ekstremalni. Ay, qəşəng zikir. Sonra deyirsiniz getmir, o gəlir. Zikir də gedir. Necə lazımdır. Onu bura sürüşür. Hikmət görək nə inir. Salam bilik. Bak dur, proses gedir. Ha, iş gedir. Ha? Görmeyin. Ya şaka kesmir lan ona. Öyle de kesmir, öyle de kesmir. Yok. Ya çok yok, çok yok. Yüngül, yüngül. Vurulup bir Zazorun azdı ya. Oradan keçin oraya girecek. Şey usta. Çılgın zana bu. Ya Allah. Şey usta. Evet canavar zana bu. Geldi çatdıq arabamızın yanına. İdeal gizlənmişik. İdeal maskirovka. Allah haqqı. Olur, radar qurmaq olar üstündə. O anca harap vurar da başka insan. Arabamız burada. Şu tertemiz. Xodlayırıq. İdeal şəkildə. Şu çöz. Getdi. Mən sana söndürdük. Tutduq birə. Presləşdi.
Dəyərli zavanlar, bizim qarımız, oyunumuz buraya qədər. Biz heç bir qəza törətmədən hələ ki yolumuza davam edirik. Yəni, özünüz gördünüz, gələ bildiyimiz yerə qədər abartdan gəldik. Burada təkər sağ olsun, təkər fərq elədi, amma belə deyim ki, düşünürəm yay təkəri olsaydı da yenə də gələ bildiyim, bura qədər gələ biləcəkdim, daha ki gedə bilməyəcəkdim. Bəlkə də düz yol, yəni dırmaşmaq söhbəti olmasaydı, qar təkərindən daha rahat gedə bilərdik, daha çox yerə gedə bilərdik, amma burada biraz gedən kimi padyon başlayırsan qalxmağa, orada da buz, qar, Hikmət özü sürüşə-sürüşə gedirdi, belə deyim sizə. Ona görə də maşını gedə bildiyi qədər yuxarıda saxladıq. Qalan yola tankla davam elədik. Tank da buraya qabağımızda gedir, müşayiət eləyir bizi. Yol açılıb fikir versəz. Saat da gün orta 3 olduğu üçün buz falan yoxdur. İnşallah ki, elə yavaş-yavaş da yola davam eləyəcək. Yəqin, bilmirəm, bəlkə Bakıda, yoxsa yola çıxanda təkərin havasını qaldırarıq, yoxsa yox, o da hələ baxarıq da keyfimizə. Belə formada rahat gedə bilirik. Belə uşaqlar, gördüyünüz kimi o qardan artıq əsər əlamət yoxdur. Xızı dağlarını görürük. Düzdür, başı dumanlı və qarlıdır, amma biz artıq quru-quru, temperaturda artıq müsbət 2 dərəcədir. Yəni, Xızı plakatını Hikmət demiş. Keçəndən o tərəfə qardır. Ondan bu tərəfə söhbət qutardı. Qar da qutardı, hər şey qutardı. Amma geridə qalan gözəl, yaşıl təbiətdir. Qəşəng də qalıb. Yanvar ayında yaşıl. Deməli, dayandıq. Təkərin mandarin təkərin havaların geri dolduraq. Hikmətin yenə ekipirovkası. Ay sağ ol. Mənzərəmiz belə. Bu belə. Geriyə qalan bir dənə buradakı qar dənəcikdir. Usta giriş ərimişdi. Biz bayaq gələndə qar idi orada. Bizi qarşıladı belə, sonra ərdi. Allah haqqı. Belə səpmişlər. Zarafatsız. No, əla. Çox maraqlı keçdi, çox super keçdi deyərdim. Uşaqlar, buradan da artıq palçıqlı sulu yollarla qaydırıq üzü Bakıya tərəf. Doktor da burada təkərləri həll eləyir. Məncə videomuzu artıq burada tamamlaya bilərik. Uşaqlar, qar dediniz, bu da sizə qar videosu. Əlimdən gəldiyi qədər maraqlı bir şey çəkməyə çalışdım. Zəhmət olmasa mənə dəstək olmaq üçün videomuzu bəyənin, çox önəmlidir, həqiqətən deyirəm. Videomuzu bəyənin, kanalımıza abunə olun, abunə də çox önəmlidir bizə. Və məni son bir ildir görənlər deyir ki, Qaqaş, sən axır vaxtlar video çəkmirsən elə bil. Çünki videolardan xəbərimiz olmur. Xəbəriniz olması üçün də zınqrov var. Abunə olan kimi, yesli abunəsənsə. Abunə ol bastın, yanında zınqrov çıxır. Zınqrova da basırsan ki, hər yeni video çıxanda birbaşa sənin xəbərin olacaq. Şərhlərdə də öz fikirlərinizi yazın. Ümumi qış təkəri ilə bağlı, bizim abartla bağlı, ümumi video ilə bağlı şərhlərinizi gözləyirəm. Biz gedək. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.